Selamun aleyküm əziz dostlar. Bilirsiniz, istilik artıq mənzillərdə sönüb, söndürülüb, yəni vaxtlandı. Amma mən nə demək istəyirəm, bu istilik yandırılma vaxtı gələndə, hardasa ən az bax biz yaşadığımız mənzildə bir həftə 10 gündən sonra yandırıldı. Bəhanə də gətirdilər, ay nə bilim orada nəsə təmir işləri gedir, nəsə nasazlıqlar var və s. Yəni vaxtında yandırmadılar. Amma keçirəndə təbii aprelin 15-i keçirilir də vaxtında saniyə və saniyə həmən gün yəni keçirdilər. İndi yaxşı, bəs vətəndaş biraz borcu qalanda, bir gün borcu qalanda tökülüşlər vətəndaşın cumurlar üstünə ki, sən o it necə sümüyün üstünə cumur. Belə cumurlar vətəndaşın üstünə ki, sən ödəməlisən, gecikdirmisən, etməlisən, onu kəsərik, bunu asarıq, bunu belə eləyərik, onu elə eləyərik. Amma özlərinə gəldikdə isə, bax yaxşı, mən indi bizdə havalar da soyuqdur. Evdə uşaq var, yaşlı var və s. Məcburuq məsəl üçün plitə yandırmağa və s. Bəs yaxşı 10 gün dövlətin bizə borclu olduğu 10 gün, hansı ki o istilik sistemi vaxtı gələndə yandırmadılar, onu vətəndaşa borcunu ödəyəcəklərmi? Yox. Hər yerdə həmişə elədir. Vətəndaşa borc gələndə ödəmirlər, etmirlər. Amma vətəndaşın borcu gələndə bir gün belə möhlət vermək yoxdur. Fərq yoxdur. İstər kommunal olsun, istər telefon olsun, istər internet olsun, istər cərimə olsun. Fərq etməz. Hər şeyə aiddir bu. Bax, burada sual çıxır. Yaxşı, vətəndaşın bəs borcunu nə vaxt ödəyəcəksiniz? Nə vaxta qədər vətəndaş sizə ödəyəcək? Siz vətəndaşa nə vaxt ödəniş edəcəksiniz? Yəni, vətəndaşa gecikmədən, vaxtında nə vaxt bunu edəcəksiniz? Yaxşı, şimdi 10 gün qalıb vətəndaşa borclusuz da. 10 gün siz ən azı, mən yaşadım Xətai rayonunda, Məhəmməd Hari küçəsində, siz götürdünüz, vermədiniz vaxtında istiliyi. Yəni, yaxşı, bəs 10 günün borcunu necə ödəyəcəksiniz? Heç bir ödəmək yoxdur. Və təəssüf olsun ki, vətəndaşlar da susurlar, danışmırlar. Hamı, hər vətəndaş məni kimi götürsə, danışsa, telefonu belə qoysa, desə, ya dövlət, mənə 10 gün gecikdirdin istiliyi, amma indi havalar soyuqdur, mən donuram mənzillərimdə. O 10 günü, bu 10 gün uzada bilərdin də, borcun olaraq. Niyə etmədin? Həm də problem bizdədir. Siz telefonlar qaldıranda bu, bizdən soruşmadan bu tarifləri, qiymətləri biz təklif elədik. Bir ay gəlin işlətməyək. Həmən o mobil operatora. Boykot eləyək. Heç kəs eləmədi. Yox. Və nə vaxta qədər bax, bu vətəndaş